yüreğine heyran kaldım. Yüreğine heyran kaldım. Yani o yüreğe, o günler duran şeyinde, ben oraya duran şeyinde onun tarafından olmak istedim. Bunu tasarladım. Bu dünya Erdoğan'dır. Bu dünya Erdoğan'dır. Kalkanda mehribandır. Genelde ne yamandır. Görüştük pillalerde yolun yarısında biz. Sen kalkırdın bu zaman. Ben yenirdim efensiz. Dilimiz gün çıkarmam, dilimiz gün batarmam. Kalkabilmezdin daha ne o güç ne o gülbet. Sen de yenebilmezdin. Haklı haksız, vermiştir o sözünü terbiye. Gene hiç bu görüş düşmeyle. Yasa da beceriydi, hemen sonra dünyaya. Sağ olun. Çok sağ olun Nərman müəllim. Bu mənim üçün dünyada ən qiymətli hədiyədir. Siz fikir verin ki, Azərbaycan dövlətçiliyində, Azərbaycan ziyalılığında, Azərbaycan möhtəşəmliyində, öz dəst etəmliyi ilə, öz ziyalılığı ilə, öz ömrünün bütün nüfuzunu Azərbaycanın inkişafına sərf etmiş böyük şairimiz, daha böyük Nərman Həsənzadə mən prokuror haqqında şiir ithaf elədi. Siz inanınız ki, ben sevincini izlədə bilmirəm. Ben özüm Bakmedi Azərbaycan Respublikasının baş prokurorluğunu idarə prokuroruyam. Eyni zamanda xalqın içində millətimə, xalqıma açıq bir prokuroram. Eyni zamanda Azərbaycan Yazıçılar Birliği'nin üzvüyəm. Hər şeydən öncə o prokuror vəzifətdə ziyalıyam. Qaratepe Akademiyasının fəxri prezidentiyəm. Yəni, çox belə saf, təmiz bir ailə başçısıyam. Hətta 3 oğul böyütmüşəm, hüquqşünas. Onlar bu dəqiqə Moskvada dünyanın 100 dövlətindən gəlmiş tələbələrə dərs deyir. Dünya çapında tanınmış övladlar bəxş eləmişəm Azərbaycan xalqına. Bunların hamısının başında möhtərəm prezidentimiz Cənab İlham Əliyev durur. Niyə? Çünki mənim övladlarım onun təhsil aldığı universitetdə hüquq elmlər doktorluğu müdafiə edeyim. Eşq olsun prezidentimizə, eşq olsun Nərman müəllimə.